Telefonumuzun Wi-Fi siyahısını açan kimi onlarla pulsuz internet şəbəkəsi görünür. İnsanların sıx olduğu ərazilərdə bu xidmətdən istifadə artıq adi hala çevrilib. Paytaxtın bir çox məkanlarında pulsuz Wi-Fi şəbəkələrinə rast gəlirik. Bəs bu cür şəbəkələr şəxsi məlumatlarımız üçün nə dərəcədə təhlükəsizdir? Və ya həqiqətən də təhlükəlidirmi? Ən çox da restoranların Wi-Fi-na qoşuluruq. Eyni məkanda istifadəçi sayı artanda isə şəbəkə yüklənir. İctimai yerlərdə pulsuz Wi-Fi şəbəkələrindən istifadə edirsinizmi? Megabayt götürürəm belə. Pulsuz internetdən adətən yaralanmıram. Bəli, istifadə edirəm. Çox rahatdır. Bəzən olur ki, internetim qurtarır. Edirəm, amma çox zəif işləyir. Qoşulmuram və ehtiyac da görmürəm. Öz megabaytım var. Xeyr, istifadə eləmirəm. Daha təhlükəli olur da pulsuz Wi-Fi-dən ona görə. Pulsuz Wi-Fi-lərdən istifadə eləmirəm. Çünki onsuz da onlara qoşulmaq istəyəndə bildiriş gəlir ki, bundan istifadə təhlükəlidir. Ona görə də təhlükəsizliyimi qorumaq üçün istifadə eləmirəm. Kiber təhlükəsizliyi üzrə mütəxəssislər də bu məsələdə diqqətli olmağı tövsiyə edirlər. Çünki kiber dələduzlar rəsmi şəbəkə adı ilə istifadəçiləri aldada və onların internet trafikinə nəzarət etməyə cəhd göstərə bilərlər. Hackerlar orada Wi-Fi-nin klonunu yaradaraq insanların o klona qoşulmasını, yəni o Wi-Fi, onların yaratdığı Wi-Fi-yə, eyni ilə klon Wi-Fi-yə qoşulması ilə vətəndaş məlumatını, konfidensial məlumatları, fərdi məlumatları və ya bank girişlərini, həmçində digər akkauntlara daxil olmanı əldə edə bilərlər. Ekspertlər bildirirlər ki, pulsuz Wi-Fi-yə qoşularkən mütləq təhlükəsizlik protokolunun şəbəkədə qeyd olunmasına diqqət yetirsinlər. Əgər veb saytlar sözü gedən protokolla işləyirsə, demək hansısa təhlükə gözlənilmir. Bəzən isə Wi-Fi şəbəkəsinə daxil olan istifadəçilərin üzləşdiyi digər məsələlərdən biri isə şəbəkəyə Android istifadəçilər rahatlıqla qoşula bilsələr də, iOS istifadəçilər daxil ola bilmirlər. İctimai Wi-Fi-ların əksəriyyəti internetə çıxışdan əvvəl xüsusi giriş səhifəsi vasitəsilə istifadəçidən təsdiq tələb eləyir. Android və iOS bu səhifəni fərqli üsullarla aşkar eləyir. Ümumiyyətlə, telefonun modelindən və markasından asılı olmayaraq, ictimai yerlərdə pulsuz Wi-Fi-lardan istifadə edərkən diqqətli olmaqda fayda var. Hətta vacib olmadığı təqdirdə bu internet şəbəkələrinə qoşulmamaq məsləhətdir. Jalə Gözalova, Sabir Şahvələdov, Teli Səhər.